Məqsədlər gəlmə, uğur baxımından danışası olsa, Avropa listə və böyük qaz yerinə içindən düşüyor, ardınca Qurban. Son dönəmlər siz Rəşad Sadov olaraq sizlərlə play-offa çıxmışsınız. Qarabağdan başqa ən böyük nəticə oldu son illər. Əcnəbilərlə bağlı sualı bildirildi düşür tapılana. Ötən mətbuat kampaniyalarında birində Ayxan Apostol vermişdim təxminən bu məzmunda sualı, məsələ fırlandı gəldi. Biz illərdir daha çox nəticələri dəyişirik, futbolçuları dəyişirik və sanki problemləri nəticə və futbolçularda görürük. Elə mövzu gəlmişkən ki, rəhbərliklər daha çox əcnəbilərə meyillir. Bəlkə bizdə elə daha çox rəhbərlər dəyişməlidir. Problem rəhbərlərlə bağlı. Mən bu mövzunu bir neçə dəfə indi öz belə deyək də öz ətrafımızda söhbət eləmiş, danışmışıq. Fikir verin, uzun illər, bu günün söhbəti deyil ha. Danışdığımız mövzular bu günün söhbəti deyil. Uzun illər boyu hakim legioner gətirildi. Baş məşqçi legioner gətirildi. Futbolçular legioner gətirildi. Milli nəzərə tutur. Amma bir dəfə milli komandanı idarə eləməyə rəhbər olaraq əcnəbi gətirilmədi. Yəni, bütün mövqelərə əcnəbilər təyin oldu, amma əsas idarə olunacaq adam, əsas idarə edəcək adam heç vaxt əcnəbi olmadı. Bu 20 il bu tendensiya bu şəkildə davam elədi. İndi 18 olar, 17 olar, 15 olar. Bu günün söhbəti deyil. Ümumən deyirəm ki, bu təfəkkür bizdə həmişə olub. Əcnəbi. Əlbəttə ki, əcnəbi real olaraq məndən yaxşıdırsa, olsun bugün Dambarovskos. Mən sevinirəm ki, bizim çempionatda, məsəl üçün, cənab Veridub sevinirəm, Berdiyev sevinirəm. Yəni, mən onları görəndə, onları da görsəndə deyirəm ki, mən sevinirəm ki, siz bizim çempionata gəlmişsiniz. Çıxadanca sevinirəm. Bunlar elə məşqçilərdir ki, bunlar mütəxəssislərdir ki, bunlardan öyrənəcəyik biz. Bunların bizim Azərbaycan futbolunun faydası olacaq. Amma bu illər boyu o qədər əcnəbi mütəxəssislər gəlib gedib bizim futbola, lazımsız, faydasız. Bu gün də heç bir yerdə deyirlər, heç məsuliyyət daşımırlar. Nəsə problem onda da ki, yerli futbolçu, yerli məşqçi. Həmişə də tənqid olunan olardı.